Dünyada dəyişən iş mədəniyyəti. Mən arada düşünürəm ki, mən 88-ci ildə doğulmasaydım, 90-ların uşağı olmasaydım, indiki bu Z generation deyirlər də, Z nəsli və yaxud da tamam yeni doğulanlar, alfa nəsli var da. Mən o doğuşda olsaydım, o nəslin yetirməsi davamçısı olsaydım, tam fərqli işlərlə məşğul olardım. Mən bugünkü gün düşünürəm ki, ümumiyyətlə xidmət satışı ilə məşğul olmaq, bir xidmət yaratmaq və satmaq öz-özlüyündə çox gəlirlidir. Bugünkü gün istənilən ağıllı adam, hansı ki bu yəqin ki artıq Z nəsli nümayəndələri olacaq, onlar bir notebookla, bir planşetlə bizim nəslin 80%-nin qazancından daha çoxunu qazanacaqlar. Bundan ötürü sadəcə onlara bir coffee shop yetərli olacaq, bir çəmənlik, internet olan bir ərazi yetərli olacaq və nəzərə alsaq ki, Elon Musk'ın ideyaları reallaşarsa və artıq dünyada olduğumuz hər bir yerdə pulsuz Wi-Fi olacaqsa, bizim əgər ki bizə lazım olan şey var da, Wi-Fi və batareya. Deyək ki, enerjini nə formadasa qənaət edə bilsək, orada bir cərəyan tapa bilsək və olduğumuz yerdə Wi-Fi olsa, artıq problem tamamilə öz həllini tapır və mən düşünürəm ki, hətta gənclərə də tövsiyə edirəm ki, mütləq şəkildə gələcək 20-30 ili, 50 il maksimum analiz eləsinlər. Hansı sahələr daha gəlirli olacaq, hansı sahələrdə işləmək daha rentabelli olacaq, beyin məhsulu ilə məşğul olsunlar, xidmət yaratsınlar. Yəni əgər sən sadəcə qucağında bir laptop, əlində bir mobil telefon, lazım olan qədər pul qazana bilirsənsə, o zaman 9-6 rejimi yavaş-yavaş sıradan çıxmalıdır.